Salam əziz dostlar, bugün biz analog siqnalların emalı haqqında ikinci dərsə başlayıq. Bu dərsdə bizə ictimai quracaq və analog siqnalın emalın FP blokları üzərindən baxacağıq. Onun üçün biz birinci nə edirik? Birinci bu səhifənin adını dəyişəsiniz. Page 1 qoymuşam mən onu. Nə üçün eləyəm? İki dənə səhifə eləyəcəyik. Birində ancaq temperaturlar, ikincisi isə ancaq təzyiq sensorlarının məlumatlarını görəcəyik və bu pəncərənin özündə rename yazaq temp screen və sonradan bu səhifəni kopyalıyorsunuz və bu isə paste ediyorsunuz və bir qədər gözləyirsiniz. Tamam, ikinci də page bizdə yaradıldı. Onu rename eləyib ikinci page edirik. Page 2 və burada da temp ictimai dəyişirik. Adını qoyarıq. Deməli screen qalsın. Pressure screen. Bəli, temp screen və pressure screen var. İndi isə biz FP bloku əlavə edəcəyik. Onun üçün open basırıq və burada seçirik Advanced Library. PCS 7 library'ni seçirik. Library'dən də açıqdır artıq. Və burada seçəcəyik analog monitoring kifayət edəcək. Copy və bunu paste edirik page 1'in içinə. Paste və bunun adını qoyaq dostlar. Deməli temperature 1 və daxil olaq bu blokun içinə. Və bu blokda, uşaqlar, bu blokları ayrıca öyrənə bilərsiniz. Biz kitab yükləyəcəyik Taskforce saytında. Orada bu bloklardan danışılacaq. Ya özünüz üçün oxuya bilərsiniz. Burada 3-4 parametr sizin üçün daha vacib olacaq. Ayrıca olaraq bizim dərslərə baxsaq, hansı siqnalına ilə, hansı blokla emal eləmək daha aydın izah edəcəyik sizə. Burada deməli biz seçməliyik interconnection, temperature 1'i seçirik və bu blokdan çıxırıq. Blokdan çıxandan sonra artıq bu bloku kopyalaya bilərik. Past. Bir də past. Bizdə 4 dənə deyəsən. Temperaturda 2 isə səhv etməmsə. Tamam, bunu eləyirik. Temperature 2. Bunu edəcəyik temperature 3. Bunu da edəcəyik temperature 4. Bir dənə qoy dəqiq baxaq. Bilməm, sizin yadınızda qalıbsa baxmayın. Mən özümdə baxım. Dəqiq 4 dənə. Təzyiq 4 dənə də. Temperatur istifadə edən bəli 4 dənədir. Və temperature 2'yə daxil oluruq. Burada hər birində siz də dəyişin. Video pauzanı qoyacağım uşaqlar, video vaxtından getməsin və siz özünüzdə dəyişin temperature 2, temperature 3 və temperature 4. Bəli dostlar, artıq məndə hazırdır hər bir şey. Bir sözlə deyim, siz temperaturun scale-ın, yəni ölçmə maksimal və minimumu dəyişə bilirsiniz buradan. Properties'e girirsiniz ve burada ben
1500 koyaq istəsəz. 1500.0 close edirik və artıq bizdə burada scale 1500 oldu. Və burada yaxşı olardı ki, dostlar, hər bir temperatur başqa bir scale-də qoysaz və bir də ki, modulun adını dəyişsəz. Məsəl üçün, modulun adını qoyacaq. Eyni cürdə o birisi bloka eləyərsiniz. Mən videonu pauzaya qoyacağım. Video vaxtımızdan almasın. Siz də özünüzlə eləyin. Daha sonra qayıdaq videoya. Bəli dostlar, mən özümdə dəyişiklik elədim. Temperatur 2-ni qoydum 1200-ə, 3-ü qoydum 1000-ə və 4-ü qoydum 900-ə və hər bir modulun adını dəyişdim. Temperatur nömrəsinə uyğun olaraq. Və dostlar, bu hazır olandan sonra artıq keçək ikinci səhifəyə və buraya pressure sensoru əlavə edilək. Yenidən, yəni əslində buradan kopya edə bilərdik, amma sizin yadda saxlamağınız üçün keçək yenidən open'ı basaq və burada advanced library'dən seçək, deməli analog modul. Burada analog modulu kopya edirik. Deməli, kopya edirik və paste edirik ikinci səhifəyə və adını dəyişək, qoyaq pressure 1 və girək modulun içinə. Bəli dostlar, bu bloku açandan sonra mən indi kitabı yüklürdüm. Burada bir məsələ var sizə göstərmək üçün. Biz scale-i seçəcəyik, deməli bizdə olacaq 20 bar seçək. Və burada barda ölçüləri göstərmək üçün bu unit, engineering unit deyirlər buna. Bunu dəyişmək lazım. Bunu dəyişmək üçün siz bilməlisiniz hansı unit nəyi ölçür. 1001 deməli 1001 bizdə olmalıdır. İlk öncə bu kitabı yükləyəsiniz. Selected unit of measure. Və 101 bizdə olmalıdır. Bəli, degree serisi ilə ölçür. Və bizə lazımdır ki, bar məsəl üçün bar seçirik ya Pascal seçirik. Onda bu table'ın içində baxa bilərsiniz. Bizə lazımdır indi bar, deməli 11.37 olacaq. Deməli, burada da qoyuruq bunu 11.37. 11.37 basırıq və yenə də burada bizim adresə bağlayırıq bunu. Və indidən elə bunun adını dəyişək, qoyaq sensor 1 və eyni cür bunu kopya edirik, copy paste tamam. İndi isə yenə temperaturedəki kimi burada da dəyişiklik edirik.
Bəli dostlar, o biri 2 dənəsində də eləyin. Deməli, o bizdə pressure 2 niyə olmadı? Pressure 2, ok. Tamam. O birisini də eləyin. Mən videonu pauzaya qoyum hələ ki. Sizə artıq dostlar, məndə hazırdır hər iki page, page 1 və page 2. Və bugünkü dərsimiz bu qədər. Çox sağ olun, təşəkkür edirəm. Növbəti dərsdə görüşərik.